Salam, bu gün bütün imtahana düşmüş natural ədəddə izlədəcəyik. Birinci sual 28-63-ün əkobu, bura 28-63-ün əbobu. 28-dən 63-ü sadə vurğuya ayırırıq. Burada əbobu tapanda əbob 7-dir. Ortaq olan ədəd hər iki tərəfi 7 olduğuna görə 7-dir. Əkob isə böyük ədədin sadə vurğuya hasili və digər tərəfdə kiçik ədədin ortaq olmayan sadə vurğuları. Əbobla əkobun hasili burada 28 bura 63'dür. Yəni burada əsasən qaydaya əsasən 28-63 əkobu, bura 28-63-ün əbobu və 28 bura 63 eləyir. Bu da 1764'dür. İkinci sualda 36-64'ün əkobu belə 36-64'ün əbobu. Burada isə ortaq olmayan ədədlər olur. Sadə vurğuya ayıraq. Burada ortaq olmayan ədədlər. Ortaq olanlar 2, 2. Hər iki də bunlar var. Ortaq olmayanlar 3 vuraq 3. Burada 2 vuraq 4. 2 üstü 4. Bu da eləyir 9 vuraq 16. 9 vuraq 16 144 eləyir. Üçüncü sualda aşağıdakı təkliflərdən hansı yanlışdır? Birinci, natural ədədlərin cəmi natural ədəddir, düzdür. İkinci, natural ədədlərin hasili natural ədəddir, düzdür. Üçüncü, natural ədədlər içərisində ən kiçik var, düzdür. Dördüncü, natural ədədlərin fərqi natural ədəddir, bu səhvdir. Çünki natural ədəd də ola bilər, natural ədəd olmaya da bilər. Məsələn, 4 çıxaq 2, 2 ola bilər. Bu natural ədəddir. 2 çıxaq 4, -2. Bu isə tam ədəddir. Yəni natural ədəd olmaya da bilər. 10-ya 4. 196 ədədin sadə vurğularının sayını tapın. 196 ədədin sadə vurğuya ayırırıq. Sadə vurğuların sayı deyil burada. 4 dənə sadə vurğuları var. 5-ci sualda 180 ədədin sadə vurğularını ayırın. Burada isə 5 dənə sadə vurğu var. 6-cı sualda A və B natural ədədlərdir. C isə bu ədəddən ortaq olmayan sadə vurğuların hasilidir. A vuraq 1 böləcək 256 olarsa, əbob A, B-ni tapın. Burada qaydaya əsasən tapacağıq. Əbob kök altda A vuraq B bölə C-dir düsturda. A vuraq B bölə C 256 olduğuna görə kök altda 256. Bu da bərabərdir 16-ya. B variantı. 7-ci də həmən kimi. Burada isə A vuraq B böləcək 1536 və 6 kök altında. 256 eləyir, o da 16. 8-ci. A-nın hansı qiymətində bu ədədi 9-a bölünür? Burada ədəd 9-a bölünməsi üçün rəqəmlərin cəmi 9-a bölünməlidir ki, 9-a bölünsün. Burada rəqəmlər cəmi
37 üstəyə A. 37-nin üstünə 8 gəlsə 45 eləyir. Burada 45 də 9-a bölündüyünə görə A ədədi 8-dir. 9-cu sual. N-in hansı qiymətlərində bu ədədi 3-ə bölünür? Burada da ədədlərin rəqəmləri cəmi 3-ə bölünürsə, ədəd 3-ə bölünür. Ədədlərin cəmi 8, 10, 16, 19, 23. 23 isə N. Burada N 1 olsa 24 3-ə bölünür. N 7 olsa, N 4 də olsa hə bölünür. 4 olsa, N 7 olsa. Bu 3-ə bölünür. 198 ədədinin neçə müxtəlif sadə böləni vardır? 198 ədədinin sadə bölənlərə ayrılır. Burada müxtəlif sadə bölənli vardır dediyinə görə. Burada 3 dənə müxtəlif sadə bölən var. Sadə böləni desəydi 4 dənədir. 168 ədədin müxtəlif sadə bölənləri var. Neçə dənədir? 168 ədədin sadə bölənləri bölürük. Burada müxtəlif 3 dənə sadə böləni var. 12-ci sual. 168 və 420 ədədinin əkobunun əbolunun nisbətini tapın. Burada ortaq olmayan ədəd tapacağıq. Ortaq olmayanlar burada 2-dir. 3 var hər iki tərəfdə. Yəni 5 yoxdur. 7, 7 var. 2, 2, 2, 2 var. Burada 2 ilə 5. Hər iki tərəfdə yoxdur. 2 vuraq 5, 10. Ortaq olmayanlar 10-dur. 13-cü sualda bu cür nədir? İki, iki ortaqdır. Sonra 11, 11 ortaqdır. 7, vuraq 3, 5 bu ortaq deyil. 105. 4-ə bölünən neçə 2 rəqəmli ədəd var? Burada ən kiçik 4-ə bölünən 2 rəqəmli ədəd 12-dir. Ən böyük isə 96-dır. 96-dan çıxır 12-sin. 84. 84'ü bölüp 4'e 21. Üstüne 1 gelir 22. Çünkü en büyük ədəddən ən kiçik ədədə çıxıb 4'e bölündə 1 ədəd əksik olur. Onun üçün üstünə 1 gəlir 22. Burada 15-ci sualda 3'ə bölünən neçə 2 rəqəmli ədəd var? Ən kiçiyi 12-dir. Ən kiçik 2 rəqəmli ədəd 12-dir, 3'ə bölünür. Ən böyük isə 99-dur. 99-dan 12-sini çıxırıq. 87. 87 böldük 3'ə. 29. Üstünə 1 gəlir, 30.
8-24 parçasında 12 ədədi və qarşılıqlı sadə olan ədədlərin cəmini tapın. Qarşılıqlı sadə ədəd olması üçün hər iki ədəd ortaq böləni olmalı deyil. 12 ortaq böləni, 12-nin vurguları 2 bura 2 bura 3. 9 ortaq buranı var, həqiqətən 3 var. 10'da da var, 11'də yoxdur. 13'də yoxdur. 17'də yoxdur. 19'da da yoxdur. Yəni bu vardır. Yox, 23'də də yoxdur. Yəni. Bunların cəmi soruşur. 11 üstəyə 13, 17, 24, 41, 60, 83 edir. Bu ədədlər 12 ədədi və qarşılıqlı sadə ədədlərdir. 83. Bütün rəqəmlər müxtəlif olan 5 rəqəmin ədədlərin ən böyüyə ən kiçiyin fərqini tapın. Bütün rəqəmlər müxtəlif olmalıdır və bu ədədlərin ən böyüyü 9, 8, 7, 6, 5. 5 rəqəmli ədəd. Ən kiçiyi isə budur. Bunların fərqini soruşur. $88.531 B variantı. On 8-ci sual. N ədədinin 7'yə bölüddə qalıqda 11 alınır. N kvadratı üstəyə 4n ədədinin 7'yə bölüddə alınan qalıq nəyə bərabərdir? Burada 11 nümunə götürmək olar. 11 7'yə bölüdükdə qalıqda 4 alınır. 11'i qoyaq bura 121 üstəyə 44 165. 165'i 7'yə böləndə 23 eləyir. Qalıqda isə 4 alınır. Natural m ədədinin 3'ə bölüddə qalıqda 2 alınır. M kvadratı üstəyə 2m ədədinin 3'ə bölüddə alınan qalıq nəyə bərabərdir? Bura nümunə 5 götürmək olar. 5'i qoyanda 25 üstəyə 2m 35. 35'i 3'ə böləndə qalıqda 2 eləyir. Burada ortaq olmayan ədədi tapmalıyıq. Sadə vurqa ayırırıq. Burada ortaq olanı 2, 2 ortaqdır. 3 ortaqdır. 2, 5, bu 7'lər də ortaqdır. 2 ilə 5 ortaq deyil. 2 vuraq 5, 10 eləyir. İyi variant. N hansı rəqəm olduqda bu ədədi 3'ə bölünür. Bunun üçün bu ədədlərin rəqəmlərin cəmi 3'ə bölünməlidir. 14 ise n 4 olsa, n 1 olsa, n 4 olsa ve n 7 olsa bu ədəd 3'ə bölünür. A hansı rəqəm olduqda bu ədəd 9'a bölünür. Rəqəmlərin cəmi 9'a bölünürsə bu ədəd 9'a bölünür. 19 de A. Burada 19 de A, burada 8 olsa, A 8 olsa 27 eləyir. 27'də 9'a bölünür. Əbab 40-36'ını tapın. Sadə vurqa ayırır. Burada ortaq vurqa tapır 2, 2.
2 bölü 2. Ortaq bölü 2 bölü 2 4. Ərkobu tapın deyir. 12 18-in. Ərkobda isə ən böyük ədədi götürürük. 2 bölü 3 bölü 3 və digər tərəfdə ona ortaq olmayan hansını tapır. Burada 3 var, 2 də var, amma ikinci 2 yoxdur bu tərəfdə. Ona görə 2 ilə vururuq. Bu 2 vuraq 3 6, vuraq 3 18, vuraq 2 36 edir. Aşağıdakı ədədlər hansı 15-ə bölünür? Bura 3 vuraq 5-dir. 15, 3 vuraq 5-dir. 5-in qaydasına görə axırı 0 və 5 olmalıdır. Bu hamısı uyğundur. 3-ün qaydasına görə rəqəmlərin cəmi 3-ə bölünməlidir. Ona görə rəqəmlərin cəmi edirik. 8 üstəyə 4 12, üstəyə 5 17, üstəyə 6 23, üstəyə 5 28. 28 3-ə bölünür. A variantı getdi. B variantında 6 üstəyə 4 10, üstəyə 3 13, üstəyə 7 20, 20 ilə bölünür. C variantına 3 üstəyə 4 7, 7 üstəyə 7 14, üstəyə 4 18. Bu 3-ə bölünür. Ona görə C variantı. 26x-in yerinə hansı rəqəmi yazdıqda bu 7 rəqəmi ədəd 9-a tam bölünür. Burada rəqəmlərin cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünür. Burada rəqəmlərin cəmi 8, 16, 24, 27 və 2x. X-a 0 versə, bu ədəd 27 edir. 27-də 9-a bölünür. Ona görə C variantı 0. Məktəblilər əvvəlcə hər cərgədə 8 nəfər, son isə hər cərgədə 12 nəfər olmaqla sıraya düzlər. Məktəblilərin 110-dan çox və 130-dan az olduğunu bilir. Onların sayını tapın. Burada əkobunu tapır 8 ilə 12. 8 ilə 12-nin əkobu 24-dür. 24-dür. 24x, yəni 24 ola bilər, 48 ola bilər, 72 ola bilər. 96 ola bilər, 120 ola bilər, 144 ola bilər. Burada deyir ki, 110 ilə 130 arasında 120-dir. 120-dir A variantı. 28-ə bir dayanacaqda müxtəlif marşrutda eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu dayanacağa hər 40 dəqiqədə bir, ikinci isə hər 30 dəqiqədən bir qayıdır. Hansı ən qısa müddət olur? Sonra onlar hər ikisi yenidən çıxdıqda dayanacaqda eyni zamanda olarlar. Burada 30-dan 40-a əkobunu tapılıb, burada 120 dəqiqədir. 29. Verilmiş ədədlərin hansıları sadədir? 11 sadədir, 27 sadədir, 29 sadədir, 35 sadədir, 51 sadədir, 11 ilə 29. Verilmiş ədədlərdən hansılar sadədir? 13 sadədir, 23 sadədir, 27 sadədir, 39 sadədir, 51 sadədir. Bu 3-ə bölünür hamısı. 13, 23. A ədədi B ədədinin bölənidir. Böl A şəklindədir. Əkob A, B olarsa, burada ən böyük B-dir. Çıxaq, əbob A, B olarsa, əbobu A, B-nin burada A-dır. B çıxaq A, B variantı 32. A və B natural ədədlərin birdən böyük qarşılıqlı sadə ədədləri əkob AB bölü əbob AB ifadəsinin qiyməti nəyə bərabərdir? Burada birdən böyük qarşılıqlı sadə ədədlərdir. Əkobda qarşılıqlı sadə ədədlər A vuraq B-dir. Əbobda isə 1-dir. Qarşılıqlı sadə ədədlərin əbobu 1 edir. A vuraq B bölü 1 AB edir. D variantı.
Aşağıdakı ifadələr hansı n-in istənilən natural qiymətinin tək ədədidir? Burada natural ədədlər 1, 2 qoymaqla tapılacaq. 1 qoyanda 1 çıxart 1 0 eləyir. 0 nə təkdir? Nələ cütdür? Natural ədəddir həm də. Bir də 1 qoyanda 1 qoyarsan 2 3 bu da 6 eləyir. Bu cüt ədəddir. C-də 1 qoyuram. 1 üstəyə 1 üstəyə 2 4 eləyir. Bu cüt ədəddir. 1 qoyuram. 1 üstəyə 1 3 eləyir. 2 qoyanda 4 üstəyə 2 üstəyə 1 yəni tək ədəd eləyir. 10 D variantı. 34-də aşağıdakı ifadələrin hansı n-in istənilən natural qiymətinə cüt ədəddir? 1 ilə 2 qoyacağım. 1 qoyanda 1 üstəyə 1 üstəyə 1 3 eləyir. Bizə cüt ədəd soruşur. Bir də 1 qoyanda 3 eləyir. Bir də getdi. 1 qoyanda C-də 1 üstəyə 1 2 çıxaq 1 tək ədəddir. Getdi. 1 üstəyə 1 2 5 eləyir. 1 üstəyə 1 2 2 qoyanda 2 üstəyə 4 üstəyə 2 6 cüt ədəd soruşur. E variantı. Verilmiş hadisələrdə hansı 72 ədədin sadə qrupa ayrılışıdır? Burada 8 bura 9 72 A variantıdır. Verilmiş hadisələrdə hansı 54 ədədin sadə qrupa ayrılışıdır? Burada 27 bura 2 54 D variantı. Rəqəmlərin cəmi 14 olan ən kiçik 2 rəqəmli ədədin rəqəmlərin hasilini tapın. Bu 59-dur. Ən kiçik 2 rəqəmli ədəddir və onların cəmi 14 olan. Bunun hasili 5 ilə 9-un hasili 45. 38-də A-nın bəzi qiymətlərində bu 6 rəqəmli ədədin 6-ya bölünür. Həmin qiymətlərin cəmini tapın. 6-ya bölmək üçün həm 2-yə bölməlidir. Yəni axırı 0 ola bilər, 2 ola bilər, 4 ola bilər, 6 ola bilər, 8 ola bilər. Həm də 3-ə bölünmə qaydasına görə rəqəmlərin cəmi 3-ə bölünməlidir. Ona görə ədədlər cəmi 5 üstə 2 7 üstə 4 11 üstə 3 14 üstə 8 22. 22 üstəyə A. Burada rəqəmlər qoyacaq. 22 üstə 0 olanda 22 bölünür. 22 üstə 2 qoyanda 2 ola bilər. A 2 ola bilər. 4 qoyanda 26 bu getdi. 6 qoyanda olmur. 8 qoyanda 30 deyil. 33-ə bölünür. Bu olur 2 ilə 8. Həmin qiymətlərin cəmini tapın deyil. 2 ilə 8-in cəmini 10. 39. 3 uşağın cəmi 25 yaşı var. 4 ildən sonra onların yaşlarının cəmi neçə olacaq? 3 uşağın cəmi 25 yaşı var. 4 ildən sonra hərəsinin yaşı 4% böyüyəcək. 12. Uşağın yaşı 25 idi. 25 üstə 12 37 idi. 40'da natural ədədin 16-ya böldükdə qaldı 15 alınır. Bu ədəd 4-ə böldükdə qaldı neçə alınır? Bu ədəd 31. 31 16-ya böləndə 15 alınır qalıqda. Bu ədəd 4-ə böləndə isə qalıqda 31 4-ə böləndə qalıqda 3 alınır. 41'də 3K çıxar 1 kvadratı cüt ədəddir. K natural ədəd olmalı. Aşağıdakı ədədlər hansı cütdür? Burası 0 qoya bilmir. Çünki K natural ədəd olmalı. 0 natural ədəddir. 1 və 2 qoymaqdan başlayır. 1 qoyanda 3 çıxar 1 2 2'nin kvadratı 4 edir. Demək bu 1 qoymaq olar. 1 qoymaq olar. 1 qoyanda 9 çıxar 2 7 burada tək ədəd olur. Bir də
1 qoyanda 6 üstəyə 5 11 bu tək ədəddir. 1 qoyanda 7 üstəyə 5 12 eləyir. Bu cüt ədəddir. 2 qoyanda 1 qoyarsan, 1 qoyan halda burada 1 qoyanda cüt ədəd eləmişəm. Ona görə 1 qoymalıyıq. 7 vuraq 1 üstəyə 5 12 C variantı cüt ədədlərdir. 42-də 7k çıxar 3 kvadratı ümumi kvadrat tək ədəddir. Aşağıdakılardan hansı cüt ədəddir? 1 qoyanda 7 çıxar 3 4 16 cüt ədədi 1 olmaz. 2 qoyanda 7 vuraq 2 çıxaq 3 7 vuraq 2 14 çıxaq 3 17 vuraq 2 çıxaq 3 11 11 kvadratı 121 eləyir. Bu tək ədəddir. Demək 2 qoyacaq plan yerinə. 2 qoyanda 4 vuraq 2 8 çıxaq 3 5 tək ədəd eləyir. Bizdən cüt ədəd soruşur. K kubu üstəyə 1 8 üstəyə 1 9 eləyir. Bu tək ədəddir. C-də 2 kvadratı üstəyə 2 üstəyə 1 4 üstəyə 2 6 7 eləyir. Bu tək ədəddir. T-də 5 vuraq 2 10 üstəyə 2 12 eləyir. Bizdən cüt ədəd soruşur. Devam edir. Qismət bölünəndə 12 dəfə azdır. Böləni tapın. Bölən 7 Z bölən Z. Burada deyəcək qismət bölünəndə 12 dəfə azdır. Burada 12 x-dır. Burada 12 və x eləyir. 12'ye bölür ki bölünən qismət bölünən 12 dəfə az olsun. Burada bölən 12'dir ki 12 x 12'ye bölünməsin x eləyir. Bölən 12'dir ki 12 dəfə az olsun. Qismət bölünəndə 7 dəfə azdır. Burada isə 7x bölən 7 x eləsin. Burada qismət bölünən qismətdən 7 dəfə böyükdür. Ona görə bölən də 7'dir. 45'də bu ifadəni sadələşdirin. Burada açışı belədir. 100A üstəyə 10A üstəyə A. Burada 100B üstəyə 10B üstəyə B'dir. Aşağıda 10A üstəyə 10B üstəyə B'dir. Burada 111A üstəyə 111B aşağıda 11B 11A üstəyə 11B'yi. Burada yuxarıda 111'i çıxarır karşıya A üstəyə B. Aşağıdan 11'i çıxarır A üstəyə B. Burada A belə gedir. 11 ilə bölünür. Tam bölünür. 111 11'e böləndə 10'da 11'də 1 eləyir. Bu da C variantı. 46-cı da ortasondur. 111A ümumi 111A'dır. 111B'dir burada. Bu da 11A'dır. Çıxar 11B'dir. Burada həmən kifəsi 10'da 11'də 1 eləyir. 72 ədədin neçə müxtəlif sadə böləni var? 72'ni sadə bloklara ayırıb. Burada müxtəlif sadə bölənlər deyil. Burada 2 və 3'dür. 2 ədəddir. Ədəddən hansı 5'ə və 9'a bölünür? Burada 5'ə bölünmə qaydasına görə ədədin axırı 0 və 5 olmalıdır.
Burada sadəcə Y variantı uyğun deyil. 9-a bölmə isə ədədin rəqəmləri cəmi 9-a bölünməlidir. 8 üzrə 3, 11 üzrə 2, 13 üzrə 5, 18, 18 9-a bölünənə görə A variantı. Bu ədəd həm 5-ə bölünür, həm 9-a bölünür. Əvəzdə hansı rəqəm yazılmalıdır ki, bu bərabərlik doğru olsun? Biraz 0 yazmaq olar. 0, 1. 0 və 1 Y variantıdır. 50-də bu ədədin 15-ə bölünməsindən alınan qalığı tapın. Bu ədədi 15-ə bölmək olur. 15-ə bölünəndə 5 ilə 3, bu 15-dir. Onca 15-ə bölünürsə, qalan ədədlər qalır qismətdə. Üstünə də 1 gəlir. Demək, qalıq 1-dir ki, qalıq 1-dir. Yəni 15-ə bölünəndə bu qalıq eləyir. Bu qismət budur, qalıq isə 1-dir. Burada isə 12-yə bölünməsini alınan qalıq tapın. Burada 3 ilə 4, 12-yə bölündü, bu ədəd alındı. Qalıqda isə 1 alındı. 4 ədədi ilə qarşılıqlı sadə olan ədədlər sırasını göstərin. Burada 5 qarşılıqlı sadədir, 6 sadədir, qarşılıqlı sadə ədədlərdir. Burada 2 qarşılıqlı sadə ədədlərdir, 4 burada 6 deyil. Burada var sadədir, qarşılıqlı 6 qarşılıqlı sadə ədəddir, 4 burada Y variantı 3 ilə 4 qarşılıqlı sadə ədəddir, ortaq böləni yoxdur. 5-də, 7-də, həmçinin 9-da ortaq böləni yoxdur. Y variantı. 3 ədədi ilə qarşılıqlı sadə olan ədədlər sırasını göstərin. Burada 2 qarşılıqlı sadə ədəddir, 4-də qarşılıqlı sadə ədəddir, 3-də, 5-də, 7-də A variantı. Ədədlərdən hansı ardıcıl 2 cüt ədədin cəmi ola bilməz? Burada ədəd x cüt ədəd olduğuna görə x üzrə 2. Bir ədəd x-dir, digəri x üzrə 2. 130. 2x 128. X-nə bərabərdir 64. X 64-dir, digəri 66-dır. Ola bilər 150 ədədi. X üzrə 2, 150. 2x bərabərdir 148. X bərabərdir 74. Biri 74-dir, digəri 76 ola bilər. 154 olan 2x üzrə 2x bərabərdir 154. 2x bərabərdir 152. X bərabərdir 76. X 76-dır, digəri 78-dir. Bu da ola bilər. 142 olan x üzrə 2, 142. 2x üzrə 2x bərabərdir 140. X burada isə 70 eləyir. Biri 70-dir, digəri 72 ola bilər. X üzrə 2 bərabərdir 148. 2x üzrə 2, 148. 2x bərabərdir 146. X bərabərdir 73 eləyir. Bu isə tək ədəddir. Biri 73-dür, digəri də 75-dir. Bu iki ardıcıl tək ədəddir. Ona görə Y variantı. Taxta tiri 30 cm və 40 cm hissələrə iç kesib bölünmək üçün onun uzunluğu ən azı nə qədər olmalıdır? Burada 30-dan 40-ın əkobı 120-dir. Taxta tiri 60 və 50 cm olan 60 və 50 əkobu 300-dür. Həm 2-yə, həm də 7-yə bölünən neçə 2 rəqəmi ədəd var? 2-nin 7-nin əkobu 14-dür. 2 rəqəmi ədəd soruşuna görə 14, 28, 42, 56,
70, 84 və 98 ola bilər. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə. Burada isə həm 3-ə, həm də 4-ə bölünən neçə 2 rəqəm ədəd var. Bunun əkobı 3-dən 4-ün 12-dir. 12x. Yəni 12 ola bilər, 24 ola bilər, 36 ola bilər, 48 ola bilər, 60 ola bilər, 72 ola bilər, 84 ola bilər, 96 ola bilər. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. X'in hansı ən böyük qiymətində 2x3 ədədi 3-ə bölünür. Ən böyük qiymətində 9-dan başlayaq. 9-dan başlayaq. 5, 2 üstə 3. 5. 5 üstə x. 9 olsa olmur. 5 üstə x 14. 14 3-ə bölünür. Ona görə bu olmur. 8 qoyanda 13 olmur. 7 qoyanda 12 eləyir. X 7 qiymətində 12 eləyir. 12-də 3-ə bölününə görə bu ədəd 3-ə bölünür. 273, 7 olur. A variantı. X-in hansı ən böyük qiymətində bu ədədi 3-ə bölünür. Ən böyük qiymətdən yuxarıdan başlayacaq. 9 qoyanda 4 üstə x-dir. 9 qoyanda 13 eləyir. Bu alınmır. 8 qoyanda 4 üstə 8, 12. Bu 12 3-ə böldüyünə görə x 8-dir. 281. 8 olacaq. Y variantı. Nərgiz Cərgənin əvvəlində 18-ci sonundan 13-cü şagirddir. Cərgədə cəmi neçə şagird var? Bir dənə nümunə götürün. Məsələn, Nərgiz birinci sıradan, başdan birinci sıradandır və axırdan birinci sıradan. Axırdan. Burada 2 sıra var. Nərgiz buradan, başdan birinci sıradan, axırdan ikinci sıradadır. Axırda ikinci sıradadır. Bu sıraların cəmi 3 dənədir, amma yerlərin sayı 2 dənədir. Yəni 18-dən 13-ü cəmləyəcəyik 31. Çıxacaq bir dənə, çünki sıraların sayı bir dənə artıqdır 30. Əvvəl Cərgənin adının 18-ci, sonunda 11-ci şagirddir. Məsələn, əvvəl birinci sırada durur, birinci sıradadır. 2 sıra var. Burada axırdan ikinci, başdan isə birincidir. 2 üstə 1, burada bu cürə cəmidir 3. Baxın, 3 dənə sıra yoxdur burada. 3 dənə şagirddir, 2 dənə şagirddir. 3-dən birini çıxırsan 2. Demək 18 üstə 11. 29. Birini də çıxmalı ki, düzgün cavab alınsın. 28. Bu ədədi 4-ə bölünməsi alınan qalığı tapın. 4-ə bölünməsi üçün buna nəzər yetirilmir. 6500-dür. Axıra 0 var. 0 olan ədədə 4-ə bölünür. 30 da 30'u kvadratı deyil. 30'un kvadratı 9 eylir. Burada 900'də 4'ə bölünür. Yəni artıq 2 0 olursa o 4'ə bölünür. Yəni ən axırıncı ədədləri nəzər keçirecək. Burada da 80 4'ə bölünür. Buna nəzər keçirir. 8 üstü 2. Bura 3 üstü 2. 8 2 64. Bu 4'ə bölünür, tam bölünür. 3 üstü 2 isə 9 eylir. 9 tam bölünür. Bir ədəd qalır. Bir ədəd buradan qalır. Üstünə də 2 gəlir. 3 ədəd qalır.
Burada ədədi 4-ə bölünməsi alınan qalxı tapın. Burada bunlar nəzərə yetirin. Axırıncı nəzərə yetirir. 9-un kvadratı 181. Burada 4-ün kvadratı 4-ə bölünür onsuz da. 4-ün kvadratı 4-ə bölünür. 81 artı 3 84. 84 da 4'e bölünür onsuz da 0 qalır 0 qalır. 65'də x kvadrat çıxaq y kvadrat bərabər 17 şərtini ödəyən x və y natural ədədlər üçün x y hansını tapın. Bu açılışı belədir. X çıxaq y, x üzrə y. Həm də bu var qarşılıqlı sadə ədədlərdir. Çünki 17'nin başqa böləni yoxdur. 1'dir və 7'dir. Burada 17'dir. Demək çıxan olanı 1'dir. Bu isə 17'dir. X çıxar y 1 olan hal və x üzrə 7 17 olan hal x 8'dir. Y isə 8 x 9'dur. Y 8'dir. 9 çıxar 8 1 9 üstə 7 17. Həm də bunlar bir-birinə qarşılıqlı sadə ədədlərdir. 98-in hasili 72 edir.